Müəllimlər, bugün sizinlə öyrənəcəyimiz mövzu ülgünün hazırlanması və parçanın biçilməsi texnologiyasıdır. Gəlin keçək müəllimlər mövzumuza. Məlumatı tikməmişdən əvvəl onun bütün detallarının ülgüsü hazırlanır. Bəli, biz tikişə başlamamışdan əvvəl tikdiyimiz məlumatın əvvəlcə onun detallarının ülgüsünü hazırlamalıyıq. Burada da onu nəzərdə tutub deyir. Kağız ülgüləri müxtəlif üsullarla hazırlamaq olar. Ülgünün hazırlanmasının iki üsuluna gəlin baxaq. Deməli, müəllimlər, ülgünün hazırlanmasının müxtəlif üsulları var. Sadəcə bizdə burada ikisi göstərilir. Belə testlərdə də ülgünün hazırlanmasının hansı üsulları var desə, götürəcəyik bu ikisini. Yəni, birinci üsul odur ki, düzbucaqlı və ya başqa sadə quruluşlu detalları damalı biz kağıza xəttkeş və ya sadə karandaşın köməyi ilə əvvəlcə onun götürülmüş ölçüləri üzrə çəkirlər. Bu bizim birinci üsulumuzdur. İkinci üsul isə odur ki, moda jurnallarında ülgülərin öz həqiqi ölçülərinin əlavə vərəqlərdə verilir və belə ülgülərin surəti çıxarılır. Yəni, şəffaf kağıza karandaşın köməyi ilə və yaxud da ki, yalnız sonradan onu kəsməklə köçürürlər. Deməli, burada hal-hazırda bizə ülgünün hansı üsulla köçürüldüyü göstərilir. İki üsulla mümkündür. Biri moda jurnalları əsasında, digəri isə düzbucaqlı və ya başqa sadə quruluşlu detalların köçürülməsi göstərilir. Bu hissələrə də diqqət edin. Daha sonra davam edək. Şəkil 1-ə baxsaq, ülgünün surətinin çıxarılması göstərilib burada. Şəkil 2-də kəsik yerlərin, yəni parçanın kəsik yerinin düzəldilməsi və burada şəkil 3-də isə həm parçanın əyriliyinin aradan qaldırılması göstərilib. İndi birazdan onun haqqında danışacağıq. Gəlin davam edək müəllimlər. Parçanın biçilməsi hansı mərhələlərdən keçir? Biz yəni parçanı necə biçirlər və yaxud da ki, testləri bu şəkildə düşür. Gəlin baxaq. Parçanın biçilməsi hansı demək mərhələlərdən keçirdirsə, ilk mərhələmiz o olacaq ki, buğa vermə. Burada da görürsünüz, qeyd etdim bir rəqəm ilə. Çünki birazdan bir məqamı deyəcəm. Ona görə bunu da siz ardıcıl şəkildə yadınızdan saxlayın. Buğa vermə nədir? Parçanın biz biçməmişdən əvvəl onun üzərində aparılan nəm isteğmalıdır. Nədir bu? Biz bilirik ki, müəyyən parçalar var ki, onlar yuyulduqdan sonra qısalır. Yəni ölçüsünü dəyişir. Sonradan demək, kiçilmə baş verməsin deyə biz həmin parçaları biçməmişdən əvvəl onu buğa veririk. Bu hansı parçalardır desək, pambıq və kətan parçalardır ki, onlar biçmədən əvvəl yuyulur, qurudulur və yaxşı ütülənir. Bu isə bizim bildiyimiz nəm isteğmal, yəni buğa vermədir. Yəni parçanı biçməmişdən əvvəl hansı mərhələlərdən keçirdirsə, ilk mərhələmiz buğa vermə olacaq. Daha sonra kəsiklərin düzəldilməsi gələcək. Kəsiklərin düzəldilməsi müəllimlər olacaq bizim ikinci mərhələmiz. Parça əyri kəsilibsə, biçmədən qabaq kəsikləri mütləq düzəltmək lazımdır. Parçanın əyri tərəfini, yəni kəsik boyu sapların birini çıxarırıq və birini çıxartdıqdan sonra onun həmin izi ilə parça zolağını kəsməyə başlayırıq. Bu bizim kəsiyin düzəldilməsidir. Hətta burada fikir versəniz şəkil 2-yə baxın, o parçanın kəsiklərinin düzəldilməsidir. Deməli biz buğa vermədən sonra kəsiklərin düzəldilməsi mərhələsini həyata keçirəcəyik. Bu zaman nə edirik bəs biz? Bu zaman edirik ki, həmin parçanı biz biçməmişdən əvvəl əyri tərəfindən sapın birini çıxarırıq. Və çıxartdığımız sapın izi ilə biz onu başlayırıq kəsməyə. Bu bizim kəsiklərin düzəldilməsi mərhələmiz olacaq. Üçüncü mərhələ isə əyriliyin aradan qaldırılmasıdır. Bu da nədir müəllimlər desək, kəsikləri düzəldilmiş. Baxın, bayaq ki, bundan əvvəlki mərhələmiz nə oldu? Kəsiklərin düzəldilməsi. Deməli, əyriliyin aradan qaldırılmasında, baxın, bu hissə keçəcək. Deyir, kəsiklər düzəldilmiş parçanın üst tərəfi, yəni içəri olmaqla kənarlardan üstə qatlanır. Qatlandıqdan sonra isə onun uclarını tutub və diaqonalları üzrə dartırıq. Diaqonal üzrə dartılma yalnız əyriliyin aradan qaldırılmasında var. Yəni, o sözü belə görsəniz, bilə bilərsiniz ki, burada söhbət nədən gedir. Yəni, bizim üçüncü mərhələmiz olan əyriliyin aradan qaldırılmasıdır və bu da şəkil üstə göstərilib. A və B-də. Dedik axı, üst tərəfi içəri olmaqla qatlanır.
və diagonal üzrə dartılır. Bu bizim əyriliyin aradan qaldırılması olacaq. Gəlin davam edək. 4-cü mərhələmiz isə odur ki, kənarların kəsilməsi. Elə müəllimlər çox vaxt kəsiklərin düzəldilməsi ilə kənarların kəsilməsini qarışdırır. Kəsiklərin düzəldilməsində biz dedik ki, əyri tərəfdən, yəni sapın birini çıxarıb onun izi ilə kəsirik. Bu bizim əyriliyin aradan qaldırılması, yəni ki, kəsiklərin düzəldilməsidir. Əyriliyin aradan qaldırılmasından əvvəlki olan mərhələ. Kənarların kəsilməsi isə müəllimlər, parçanın kənarlarında bəzən cod kənarları olur. Onu isə kəsmək lazımdır. Bax, bu o deməkdir. Yəni bizim parçamızın kənarında cod bir kənar varsa, istifadə üçün yararsız olan bir hissə. Biz onu kəsirik. 5-ci mərhələmiz isə bizim qüsurların aşkar edilməsidir. Bu nədir desək, bəzən olur ki, biçməmişdən əvvəl görürük ki, parçada deşiklər, ləkələr və qeyri-bərabər olan rənglənmiş hissələri olur. Həmin hissələri aşkar edirik və biz onu parçaya diqqətlə baxmaqla həmin o qüsurlu yerləri təbaşir və dedik ki, rəngli sapla qeyd edirik həmin qüsurlu yerləri və bunu elə edirik ki, eyni zamanda biçmə zamanı həmin hissələr parçanın demək kənar hissəsinə düşsün, yəni parçanın tullantılarına düşsün. Biz onu əvvəlcədən ona görə qeyd edirik ki, biçmə zamanı onu elə edək ki, bizim parçamızın demək hissəsində, əsas hissəsində olmasın. Yəni tullantı hissəsində olsun. Ona görə əvvəldən qeydlərimizi aparırıq. Bu bizim olduğu 5-ci mərhələmiz. 6-cı mərhələ nədir desək, parçanın sərilməsi. Parçanın sərilməsi ən son mərhələdir və 6-cı mərhələdir biçmədə. Yəni hazırlanmış parçanı biz biçmək üçün iş masası üzərinə səririk və əvvəlcə demək masanın üzərinə onun üst tərəfi çayır olmaqla uzun sap boyunca tən ortadan yarıya demək qatlayırıq. Sonra isə parçanın kənarlarını düzəldir və əllə demək həmin qatları hamarlayırıq. Deməli parçanın sərilməsində əgər hamarlayırıq, hamarlanır sözü, bu kimi sözlər varsa, bu bizim ən son mərhələmiz, yəni parçanın sərilmə mərhələsi olacaq. Daha sonra müəllimlər gəlin davam edək. Deyir ki, geyilərkən məmulatın dartılmaması və öz formasını itirməməsi üçün ülgüləri parçaya yerləşdirərkən fikir vermək lazımdır ki, parçanın uzunu boyu sapın istiqaməti ilə ülgüdə olan oxların istiqaməti üst-üstə düşsün. Ülgünün detalları parçanın üzərini demək sancağın köməyi ilə bərkidir. Onu bilirik. Baxın, elə testlərdə də bu şəkildə düşür ki, geyilərkən məmulatın dağıtılmaması və öz formasını itirməməsi üçün nə etmək lazımdır? Təbii ki, diqqət etmək lazımdır ki, ülgüdə olan oxların istiqaməti ilə bizim parçanın uzunu boyu sapın istiqaməti üst-üstə düşsün. Yəni sonradan nə dartılma olmasın, formasını itirmə olmasın, bu kimi hallar baş verməsin. Bəzən amma müəllimlər gəlir, buğa vermə ilə bunu qarışdırır. Bəli, biz dedik ki, buğa vermədə sonradan parçanın ölçüsündə kiçilmə ola bilər. Öz formasını orada da itirir. Amma nə zaman? Hazır məmulat zamanı o ancaq ola bilər. Görürsünüz, deyir ki, ona görə biçmədən əvvəl mütləq buğa vermək lazımdır ki, həmin parçanın sonradan kiçilmə və yaxud da ki, formasını itirmə halları olmasın. Amma burada bizdən istədiyi ülgülərin yerləşdirilməsi zamanıdır. Yəni məmulatı biz geyərkən sonradan dartılma, öz formasını itirmə olmasın deyə orada diqqət edəcəyimiz məqam bunlardır. Yəni bu hissə ilə o hissəni qarışdırmayın və dedi ki, ülgünün detallarını parça üzərinə sancağın köməyi ilə bərkidirik. Bəli, bu haqda da məlumatımız var bundan öncəki mövzularda. Biçmə zamanı ülgünün detallarının konturlarını tikiş üçün emal payının demək nişanlanması xətkeş və dərzi təbaşir ilə demək dəqiq yerinə yetirilir. Bəli, deməli biçmə zamanı biz ülgünün detallarını, onların kontur xətlərini tikiş üçün emal payını nəyin köməyi ilə demək nişanlayırıq? Xətkeş və dərzi təbaşirinin köməyi ilə. Detalların kəsiklərini biz uyğunlaşdırdıqdan sonra isə tikiş xətlərinin üst-üstə düşəcəyinə əmin olmaq lazımdır. Bax, burada əsas demək məqamlardan biri odur ki, biz artıq detalların kəsiklərini uyğunlaşdırdıqda onlara elə diqqət etməliyik ki, həmin demək tikiş xətləri üst-üstə düşsün. Yəni bunu burada nəzərdə tutub bizə deyir ki, yəni diqqət etmək lazımdır əvvəlcədən.
Daha sonra müəllimlər davam edək. Elə şəkil 5-ə baxsa burada ülgünün təbaşirlə nişanlanması göstərilir. Bəli. Və burada 6-da da isə detalların biçilməsi. Demək, əvvəlcə biz onu təbaşirlə nişanlayırıq, daha sonra biçməsinə keçirik. Davam edək. Tikiş məmulatlarının detallarının biçilməsi. Gəlin görək detalların biçilməsi nədir? Detalları dərzi qayçısının köməyi ilə demək, tikişlərin emal paylarının nişanlanması, yəni kontur üzrə kəsilməsidir. Biz ümumiyyətcə müəllimlər tikiş zamanı və biçmə zamanı mütləq emal payını nəzərə almalıyıq. Bəli, burada da deyəcək bizim üçün detalların tikişlərini emal payını nəzərə almaqla biçilir. Bəli. Deməli, tikiş məmulatlarının detallarının biçilməsi oldu ki, onların dərzi qayçısının köməyi ilə həmin tikişlərin emal paylarının nişanlanması və kontur üzrə kəsilməsidir. Bu bizim biçilməsi oldu. Yəni detalların biçilməsi. Və biz dedik ki, detalları biçən zaman onların mütləq emal paylarını nəzərə almalıyıq. Bu da öz yerində. Tikiş məmulatının detalını biçəndə dərzi qayçısını elə tutmaq lazımdır ki, onun enli tərəfi masaya dirənsin. Bəli, bu haqda da məlumatımız var bizim. Daha sonra keçək digər bir hissəyə. Tikiş üçün emal payının miqdarı nə qədər olur və yaxud da ki, tikiş üçün emal payının miqdarı nədən asılıdır? Müəllimlər, tikiş üçün emal payının miqdarı tikişin təyinatından, onun növündən və dedik ki, kəsiyin süzülməsindən asılıdır. Bax, bu hissələrə diqqət edin. Yəni, tikiş üçün emal payı nədən asılıdır desə, biz götürəcəyik təyinat, daha sonra növ və kəsiyin süzülməsindən asılıdır. Yəni, bu amilləri nəzərə alaraq biz tikiş üçün emal payını seçirik. Nə qədər olduğunu, onun ölçüsünün nə qədər olacağına demək qərar veririk. Bu 3 amil sayəsində. Belə müəllimlər, baxıram daha bir şey qalmadı. Yəni, bütün xırdalığına kimi sizə izah verdim. Siz özünüz də şəkillərə diqqət edin. Xüsusilə də dediyim məqamlara daha da nəzarət edin özünüz üçün. Aydınlıq gətirin. Belə bir şey qalmadı müəllimlər. Hər birinizə uğurlar, hələlik.